15 yaşında gənc bir qızdır. Bir gün məktəbdən qayıdarkən böyük bir kitabxana görür. Çox düşünmədən kitabxanaya daxil olur və rəflərin arasından maraqlı kitab axtarmağa başlayır. Bir kitab diqqətini çəkir. Kitabı götürüb maraqla vərəqləyir və səhifənin birində kiçik bir düymə görür. Leyla tərəddüd etmədən düyməyə basır. Düymə basılan anda rəflər tərpənməyə başlayır və qəfildən gizli bir keçid açılır. Otaq işıqlanır. Qapıda bir robot görünür və əlini Leylaya uzadır. Leyla robotlara marağı olduğu üçün qorxmadan robotun əlindən tutur. Robot qızı öz şəhərlərinə aparır. Bura tamamilə robotların yaşadığı gələcəyi təmsil edən bir şəhərdir. Robot Leylaya müxtəlif robotların necə işlədiyini, ağıllı texnologiyaları göstərir. Leyla geri dönməli olduğunu anlayır və çox məyus olur. Keçid vasitəsilə kitabxanaya qayıdır. Amma qayıtdıqdan sonra belə həmin gün yaşadıqlarını unuda bilmir.